36-cı mətn. Three people were walking along a street. Üç insan yəni küçə boyunca yeriyirdi. First a big man, birinci yəni böyük kişi, then a pretty woman, sonra gözəl qadın, and then an old gentleman və sonra yaşlı kişi. The first two went round a corner. Deyək ki, ilk ikisi küncə getdi. Suddenly the gentleman saw a piece of paper on the ground. Qəfildən, yəni qoca kişi, gentleman burada gentleman mənasında deyil, qoca kişi mənasındadır. Yerdə bir parça kağız gördü. He picked it up. O onu götürdü. It was 5 pounds. Bu 5 fond idi. A few seconds later, bir neçə saniyə sonra, the young woman came back. Gənc qadın yəni geri gəldi. She was crying. O ağlayırdı. I dropped 5 pounds, she said. O dedi, mən 5 fond itirmişəm. Yəni düşürmüşəm. Don't cry, said the gentleman. Qoca kişi dedi, ağlama. Here it is. Buradadır. The young woman thanked him and went away. Gənc qadın ona təşəkkür etdi və getdi. After a few seconds, bir neçə saniyədən sonra the big man came back. Böyük kişi geri qayıtdı. He was looking for something. O nəyisə axtarırdı. Look for axtarmaq deməkdir. Suddenly a window opened and a small man looked out. Qəfildən pəncərə açıldı və kiçik, yəni balaca boy mənasındadır burada small. Kişi çölə baxdı. I saw 5 pounds fall from your pocket, he said. O dedi, mən sənin cibindən 5 funt düşdüyünü gördüm. But that man gave it to a young woman. Ancaq o kişi bunu, yəni onu gənc qadına verdi. The big man was very angry. Böyük kişi çox əsəbi idi. The gentleman was frightened and gave him another 5 pounds. Deyir ki, qoca kişi qorxdu və ona başqa, yəni əlavə 5 funt verdi. When he had gone, o gedəndə, the young woman came back to her to get her 1 pound 67 pence. Deyir ki, o gedəndə gənc qadın geri qayıtdı. Yəni onun 1 funt 67 qəpiyini götürməyə görə. And the small man came out to get his. Və yəni balaca boy kiçik bir kişi də çölə çıxdı, yəni özününkünü götürməyə görə. 37-ci mətn. Nəsrəddin liked a fish very much. Nəsrəddin balığı çox sevirdi. And when he had enough money və onun kifayət qədər pulu olanda, he bought some for his dinner when he went to the market and took it home. Deyir ki, o birazını, yəni naharı üçün aldı marketə gedəndə və onu evə apardı. But when wife saw the fish, she always said to herself. Ancaq nə vaxt salam arvadı balığı görəndə o həmişə öz-özünə deyərdi. Good. No, I'll invite my friends to lunch and we will eat this fish. Yaxşı. İndi mən dostlarımı dəvət edəcəyəm nahara və biz balıq yeyəcəyik. They like fish very much. Onlar balığı çox sevirlər. So when Nasruddin came home in the evening after his work, the fish was never there, and his wife always said,
Beləliklə, Nəsrəddin axşam evə gələndə, yəni işindən evə gələndə, balıq heç vaxt yəni orada deyildi və onun arvadı həmişə deyərdi: "Oh, your cat ate it." "Oh, sənin pişiyin onu yedi." "She is a very bad animal." O çox pis heyvandır. And she gave Nəsrəddin soup and rice for his dinner. Və o Nəsrəddinə naharı üçün soup və düyü verdi. But one evening when this happened, ancaq bir gecə bu baş verəndə Nəsrəddin became very angry. Nəsrəddin çox əsəbləşdi. He took the cat and his wife to the shop near his house. O pişiyi və arvadını evin yanındakı mağazaya apardı. And weighed the cat carefully. Və pişiyi diqqətli şəkildə ölçdü. Yəni kütləsini ölçdü. Then he turned to his wife and said. Sonra o arvadına tərəf çevrildi, yəni döndü və dedi. My fish weigh 2 kilos. Mənim balığım 2 kilo yəni oldu. Yəni kilosu bu 2 kilodur da. This cat weighs 2 kilos too. Bu pişiyin kilosu da 2 kilodur. My fish is here. Mənim balığım buradadır. You say, sən de. Then where is my cat? Onda mənim pişiyim hardadır? 38-ci mətn. One day when Nəsrəddin was having a bath, he began to think. Bir gün Nəsrəddin duş alarkən mahnı oxumağa başladı. The bathroom was small, vanna otağı balaca idi, and had a stone floor və daş döşəməsi var idi. So his song was very beautiful, he thought. Beləliklə o düşündü ki, onun mahnısı çox gözəldir. Oh, he said. Oh, o dedi. I think very well. Mən çox yaxşı oxuyuram. I will sing to other people too. Mən başqa insanlara da həmçinin oxuyacağam. And perhaps və ola bilsin ki, I will become a famous singer. Yəni məşhur müğənni olacam. And everybody in the world will want to hear me. Və dünyadakı hər kəs məni eşitmək istəyəcək. So, beləliklə, after his bath, duşundan sonra Nəsrəddin went up onto the flat roof of the house and began to sing his song very loudly. Yəni Nəsrəddin evinin, yəni düz roof çatı deməkdir. Türklər deyirik kirişa. Azərbaycan, yəni rus dilində səhv eləmirəmsə, Azərbaycan dilində dam gedir mənası. Nəsrəddin, yəni burada deyək ki, Nəsrəddin duşundan sonra evin yəni çatısına, damına çıxdı, üstünə çıxdı və yüksəkdən, yəni çox yüksəkdən mahnı oxumağa başladı. But he did not like it very much when he sang it there. Ancaq o onu orada oxuyanda o qədər də xoşlamadı. A man was walking across the square in front of the house and when he heard Nəsrəddin, he said. Deyir ki, bir kişi Nəsrəddinin, yəni daha doğrusu evin qarşısındakı meydandan keçirdi, yəni yolu keçirdi və o Nəsrəddini eşitdi və dedi. What are you doing? Sən nə edirsən? You're making a terrible noise. Sən çox dəhşətli bir səs çıxardırsan, yəni. Nobody wants to hear it. Heç kəs bunu eşitmək istəmir. Oh, you think so? Do you? Answered Nəsrəddin. Nəsrəddin cavab verdi. O, sən də belə düşünürsən, eləmi? Well, yaxşı. I really sing very beautifully. Mən həqiqətən çox yaxşı, yəni çox gözəl oxuyuram. Come to my bathroom and you will hear me. Mənim vanna otağıma gəl və məni eşidəcəksən. 39-cu mətn. The police in the big city were looking for a thief. Böyük şəhərdə polis oğru axtarırdı. At last, they caught him. Sonunda onlar onu tutdular.
But while they were taking photographs of him, ancaq onlar onun şəklini çəkəndə from the front qarşıdan, from the left soldan, from the right sağdan, with a hat papaq ilə, without a hat papaqsız. He suddenly attacked the policeman. O qəfildən polisə hücum etdi and ran off və qaçdı. They tried to catch him. Onlar onu tutmağa çalışdılar. But he got away. Ancaq o getdi. Then sonra a week later, bir həftə sonra, the telephone rang in the police station. Polis stansiyasında telefon çaldı. And somebody said və kimsə dedi, you are looking for Bill Cross, aren't you? Sən Bill Cross-a yəni axtarırsan, elə deyilmi? Yes, bəli. Well, yaxşı. He left here for Waterbridge an hour ago. O buranı yəni Waterbridge-in xüsusi bir mənası yoxdur Azərbaycanda. Sadəcə olaraq söz olaraq su körpüsü mənasındadır. Bir saat əvvəl tərk etdi. Buranı tərk etdi Waterbridge üçün. Yəni ora getmək üçün buranı tərk etdi. Waterbridge was a small town. Waterbridge kiçik bir şəhərdir. 150 kilometers from the city. Şəhərdən 150 kilometr uzaq. The city police at once sent 4 different photographs of the thief to the police in Waterbridge. Deyir ki, şəhər polisi bir dəfə, yəni oğrunun 4 müxtəlif şəklini Waterbridge-dəki polisə göndərdi. Less than 12 hours, 12 saatdan az. Later, sonra, they got a telephone call from the police in Waterbridge. Onlar Waterbridge-dəki polisdən telefon zəngi aldılar. We have caught 3 of the men. They said happily. Onlar xoşbəxtlə dedilər. Biz yəni bunların üçünü tutmuşuq. And we will catch the 4th this evening. We think. Və biz düşünürük ki, yəni güman edirik ki, 4-cünü də bu axşam tutacağıq. 40-cı mətn. Mr. Jones was still cleaning the house when her husband came back from work. Deyir ki, xanım John hələ də yəni evini təmizləyirdi. Onun həyat yoldaşı işdən evə gələndə. She was wearing dirty old clothes and no stockings. Her hair was not tidy. Deyir ki, yəni o çirkli köhnə paltarlar geyinmişdi və onun saçı sərgəli değildi. She had dust on her face, üzündə toz var idi, and she looked dirty and tired və o çirkli və yorğun görsənirdi. Her husband looked at her and said, onun həyat yoldaşı ona baxdı və dedi, is this what I come home to after a hard day's work? Deyir ki, bu mənim yəni çətin işdən gələndən sonrakı belə deyim də, yəni bu mənim çətin günün işindən sonra evə gələndə gördüyüm şeydir. Yəni budur, elə budur, yəni bu mənada çıxır. Mrs. Jones' neighbor, cənab xanım John'un qonşusu Mrs. Smith was there. Cənab Smith orada idi. When she heard Mr. John's words, o xanım John'un sözlərini eşidəndə, she quickly said goodbye. O cəld şəkildə yəni sağ ol dedi and ran back to her house və evinə qaçdı. Then she washed, brushed and combed her hair carefully. Sonra o saçını yudu, daradı və yəni yığdı diqqətlə. Put on her best dress, yəni ən yaxşı donunu geyindi, and her prettiest stockings. Painted her face, yəni üzünü rənglədi deyilməyəcək burada. Yəni makyaj elədi and waited for her husband to come home.
həyat yoldaşının evə gəlməyini gözlədi. When he arrived, o gələndə he was hot and tired. O islənmişdi və yorğun idi. He walked slowly into the house. O evə yavaşca, yəni yavaş şəkildə yeridi. Saw his wife and stopped. Həyat yoldaşını gördü və dayandı. Then he shouted angrily. Sonra o qəzəbli şəkildə qışqırdı. And where are you going this evening? Sən bu axşam hara gedirsən?